Sualda qeyd olunub ki, A iqtisadi rayonunun relyefi kürboyu düzənliklərdən, yüksəkliklərdən və dağlardan ibarətdir. Bu rayonda qızıl, mis, əhəng daşı, daş salahlı bentonit gili, ağdağ seolit yataqları var. Burada daş salahlı bentonit gilindən və ağdağ seolitindən bilmək olur ki, daş salahlı Qazaxda və Ağdağ isə Tovuz rayonu ərazisində yerləşir. Bu da iqtisadi coğrafi rayon olaraq elə Qazax-Tovuz iqtisadi coğrafi rayonuna aid olan xüsusiyyətləri sadalayıb. Qızıldır, misdir, bunlar da Gədəbəydə mövcuddur. A iqtisadi rayonuna aid olmayan xüsusiyyətləri bizdən istədiyi üçün baxırıq. Üzümçülük, kartofçuluq, taxılçılıq və heyvandarlıq inkişaf etmişdir, düzdür. Ona görə götürmürük. Tərkibinə daxil olan bütün inzibati rayonlar xarici ölkə ilə həmsərhəddir, yanlışdır. Bura daxil olan inzibati rayonlardan Qazax, Ağstafa, Gədəbəy, Tovuzun xariclə sərhəddi olsa da Şəmkirin yoxdur. Ona görə hamısı bütün dediyinə görə səhvdir. Deməli 2-ni götürəcəyik. Rayon ərazisindən Bakı, Tbilisi, Ceyhan, Bakı, Supsa, neft kəmərləri bəli, doğrudur, keçir. Ona görə götürmürük. Enerji olan tələbatı Arpaçay SES ilə deyil, Şəmkir SES ilə təmin oluna bilər. Bu da yanlış olduğu üçün götürürük. Kənd təsərrüfatı yalnız suvarma şəraitində, yalnız suvarma deyil, burada həmçinin dəmiyə şəraitində də olduğu üçün bunu da götürürük. 2, 4, 5 cavab A variantı olacaq.